Respublikamızın bütün gəzməli, görməli yerlərini bu təşkilatın xətti ilə biz gəzirik, çox da məmnun qalırıq. Ən gözəl səfərlərimizdən biri də Qarabağ səfərimiz oldu. Bu mənim üçün bir nağıllar aləminə bənzəyən bir səfər oldu. Bugün də yenə onu kimi Belə ekskursiyaların tez-tez təşkil olunmağı arzu olunandır. Doğrudan da Həmkarlar İttifaqının son dövrlər təşkil etdiyi ekskursiyalar, sanatoriyalar təhsil işçiləri tərəfindən çox böyük rəğbətlə qarşılanır, bəyənilir. Bunun üçün bir daha təhsil işçiləri adından öz təşəkkürümü bildirirəm.